Sən bilirsən, mən TikTokda 100K olmuşam. Hı? İndir. Hə, hərfdən də. Mən nə işlədim sənə? 100K takipçisi olan bir anan qızı olmaq nə istəyir? Yaxşı. Hı? Yaxşı. Hı. Yola verir bana. Neden keyfin yoktu? Önce. Çayla ye. Təzə kartoşkadır. Qabıqlı pişirmişəm. Çox ləzzətlidir. 100K izləyicisi olan bir blogerin, influencerin takipçisi olmaq necə bir hisslə. Yazın rəylərdə. İnşallah ki milyonu görək. Milyonlara. Bugün səhər acın paltaramı giyinirim. Qara şalvarım var deyə, bir də qara pencəmi bir görmüşdünüz. Bir də qəşəng özümə qırmızı köynəkdə qazlamışam. İstənsə belədir, qolları bura qədər. Elə köynəklər mənə çox yaraşırlar. Prosta problem biraz budur. Adım olsun da nəğər. Əslində korset falan giyinmək olar. Zaten heç nə qeyd eləməyəcəm, evdə olacam. Prosta da səliqəli giyinmək istəyirəm. Pencə, qırmızı köynək, qara şalvar çox həyalı olur. Bir dənə qızıl sırğa alsam. Mamam beynimə salıb ki, özü və qızıl al. Onda TikTokda qızıl videolar çıxır qabağıma. İndirəm, alacağım bir dənə qızıl sırğa alın. Böyle.